32 il əvvəl terrora qurban gedənlər arasında xalq artistimiz də var idi. Gəlin onu yad edək. Əlvida o günlər, ulduzlu gecələr, əlvida. Bu bəstəkarımız bir çox filmimiz üçün musiqilər bəstələyib. Yaradıcılığında əsas xətti caz musiqisi tutur. Rəşid Behbudov mahnı teatrını yaradanda onu direktor kimi işə dəvət edir. Birlikdə teatrın fəaliyyət planını hazırlayırlar. Gümüşü Furqon, Anlamaq istəyirəm, Şeytan göz qabağında filmləri bəstəkar olduğu işlərdən sadəcə bir neçəsidir. Rafiq Babayev həm də müxtəlif filmlərimizdə dirijorluq edib. 1993-cü ildə xalq artisti adına layiq görülüb. 1994-cü ilin 19 martında maşını xarab olduğu üçün işə metro ilə getmək istəyib. 20 yanvar metro stansiyasında baş verən terror hücumu nəticəsində vəfat edib. Onu ilə birgə daha 13 nəfər də bu terrorda həlak olub. 19 mart qurbanlarının ruhu şad olsun.